Salam, bugün mən sizə Əhliman müəllim test toplusundan çətinliyi artırılmış suallar 25-ci testdən 8-ci suala baxacağıq. Sualımız məhlula aid maraqlı bir sualdır. Deməli, 2 dənə qab verilib bizə. Birinci qabda məhlulun kütləsi 40 qramdır, y faizlidir. İkinci qab isə sadəcə maddənin sıxlığını verib bizə. Və birinci qabın, deməli, birinci qabı əvvəlcə yazaq. Deməli, 40 qram, y faizli. Bu nə deməkdir? Yəni, 0,4 y bizə maddədir. 40 çıxılsın 0,4 y da sudur. Bu əvvəlki məhlumuz idi. Və birinci qabın 25% boşaldılır. 40 əgər bizə 100% isə 25% x qoyuruq və tapırıq ki, bu edir 10 qram. Deməli 30 idi, 10 qram getdi. Deməli məhlulumuz nə qədər qaldı? Məhlul artıq 30 qram qaldı. Bunu belə qeyd edək. Və bir də nəyə diqqət eləyək? Bizim maddəmiz əvvəlcə 0,4 y idi. Amma fikirləşək ki, yəni məhluldan çıxan 10 qramın tərkibində axı maddə də var. Gəlin baxaq görək ki, məhluldan gedən 10 qram tərkibində nə qədər maddə var? Deməli, məhlulumuz 40 olanda, baxın, məhlulumuz 40 olanda bizim maddəmiz nə qədər idi? 0,4 y. Görək 10 qram gedən məhlulun tərkibində nə qədər maddə getdi, onu tapaq. 10 qrama, məsələn, x qoyaq. X-i tapırıq 0,1 y. Deməli, 10 qramı gedən məhlulun tərkibində 0,1 qram y da var imiş. Ona görə bizim məhlulumuzun kütləsi artıq 0,4 yox, 0,3 y olacaq. Deməli, bizim maddəmizin daha doğrusu kütləsi. Deməli, maddəmiz 0,4 yox, 0,3 y idi. Nəyə görə? Çünki onun 0,1 y gedən 10 qram məhlulun tərkibində gedib. Və sonra qeyd edib ki, sonra isə ikinci qabdan 40 milli maddə əlavə edildi. Baxın, ikinci qabdan, bu qabdan 40 milli maddə əlavə edildi. Amma biz maddənin qramını tapmaq istəyirik, düzdürmü? 40 maddənin həcmini verib, sıxlığını da verib. M bərabərdir ρV düsturundan bunu tapırıq ki, 0,85-i 40-a vuranda edir cavab 34. Deməli, deyir ki, ikinci qabdan 34 qram maddə bura əlavə edildi. Deməli, maddəmiz əvvəl 0,4 idi, üstünə də 34 gəlirik. Məhlulumuz da avtomatik 30 üstə gəlir 34 olacaq, yəni 64-dür. Bu da oldu məhlul. Maddə həm məhlulu artırır, həm də maddənin qramını artırır. Və bu zaman 2y faizli məhlul alınır. Omega bərabər də maddə bölü məhlul vur 100, o düsturdan yaza bilərik. Yəni, 2y bərabərdir. Maddəmiz nə qədər idi? 0,3 y. Üstə gəlir 34. Məhlulumuz nə qədər idi? 30 üstə gəlir 34, yəni 64. Və buradan y-i tapırıq ki, amma təxminin cavabdır. Çünki 34 tam 69 və s. gedir. 34 tam onda 7. Təxminən bizim y-imiz 34 tam onda 7 eləyəcək. Növbəti test yenə də Əhliman müəllim test toplusundan çətinliyi artırılmış suallar 26-cı testdən 2-ci və 3-cü suala baxacağıq. Deməli, 2 mol argentin NO3 ilə 1 mol mis xlorid saxlayan məhlullar qarışdırılır və reaksiya axıra qədər gedir. Alınan məhluldan sabit elektrik cəryanı keçirdikdə elektrodlarda ilk anda hansı maddələr alınır? Əvvəlcə biz bunlar arasında reaksiyanı aparaq. Deməli, argentin NO3, çünki bu məhlullar qarışdırılan zaman argentin NO3 bunlar arasında reaksiya gedir. Çünki duz-duz reaksiyasına girişdə çöküntü olmasın, sonda, yəni alınan maddə çöküntü alınırsa reaksiya gedir. Burada argentin xlorid, baxın, bu artıq çökəcək və mis NO3 2 dəfə reaksiyanı əmsallaşdıraq. NO3 burada 1, bura 1, 2 yazıram. Xlor 2-dir, bura 1, 2 yazdıq. Artıq reaksiyamız əmsallaşdı. Və soruşur ki, bizdən, baxaq, qarışdırıldı, bəli, 2 mol bundan, 1 mol bundan götürüldü, baxın, tam reaksiya getdi, belə çıxır, bu çöküntü alındı, bu çöküntüyə baxmırıq, sabit elektrik cəryanı keçir. Deməli, sabit elektrik cəryanı elektrolizdir, məhlulun elektrolizdir və bu duz çöküntü olduğuna görə və bunlardan heç birindən artıq qalmadığına görə, deməli, söhbət bu duzun elektrolizindən gedir. Mis NO3-ün də elektrolizini edək, HOH. Bu zaman hidrogendən sonraki metallarda katodda misin özü, oksigenli turşularda oksigen qazı çıxır
və HNO3 nitrat tursuna əmələ gələcək. Əmsallaşmağa baxaq, ehtiyac varmı? Var. Bura 1-2 yazırıq. Hidrogen 4, bura 4, bura 1-2, misədə 2. Baxaq görək, sonra bizə nə soruşur? Alınan məhlulda sabit elektrik cərəyanı keçirdə hansı maddələr alınır? Elektron, mis və oksigen. Mis və oksigen cavab 2-də D variantı olacaq. İndi keçək növbəti 3-cü suala bax. O da yəni eyni tip sualdır. Yenə də iki məhlul qarışdırılır. Mis xloriki ilə civə nitrat alınır. Mis NO3 əmsallaşdırmağa ehtiyac varmı? Xeyr, yoxdur. Əmsallaşdırmağa ehtiyac yoxdur. Və verilib ki, hərəsi 2 moldur. Yəni 2 mol bu maddədən, 2 mol bu maddədən götürsək və bu da civə xlorik, bu da çöküntüdür, buna baxaq. Deməli 2 mol bu maddənin, 2 mol bu maddənin alınacaq. İndi deməli bu maddələr tam sərf olunur. Hardan bildim? Çünki 2 mol verilib, ikisi də sərf olundu və bu maddə çöküntüdür. Sonda bizə qalan duz 2 mol mis NO3. Mis 2 nitrat qaldı. Məhlulun elektrolizini gəlin edək. Hidrogendən sonraki metalda misin özü alınır. Oksigenin turşu da oksigen alınacaq və HNO3 alınır. Bayaqki reaksiyada da eyni əmsallaşmada bura 4 düşmüşdü. Bura 2 düşmüşdü. Misə də 2, suya da 2. Nə deyir bizdə? Deyir ki, anodda, yəni söhbət oksigen qazından gedir. 44,8, yəni 2 mol oksigen alınan zaman katodda metal və metalın mol sayı, deməli 1 moldan 2 moldursa, 2 moldan da təbii ki 4 mol və mis alınacaq. 4 mol mis, belə bir variant yoxdur burada. Yəni burada əslində olmalıdır burada. Yəni burada səhv göstərilib. Cavab 4 mol mis olmalıdır.